Bugünkü dərsimizin mövzusu anonimlərdir. Yazılışı və deyilişi eyni, lakin mənaları müxtəlif olan sözlərə anonimlər deyilir. Məsələn, kök, şam, iç, bunlar anonim sözlərdir. Gəlin bu sözlərin hansı mənaları ifadə etdiklərini öyrənək. Kök, dolu, yombul, şişman mənasında işlənir. Kök, bitkinin adıdır. Bitkilərin torpağın altında olan, suyu soran və onları qidalı maddələrlə qidalandıran yarpaqsız hissəsi də kök adlanır. Şah iynə yarpaqlı, həmişəyaşıl ağacdır. Şah yandırmaq üçün bundan hazırlanmış cisimdir. Şam axşam yeməyinin adıdır. İç hər hansı bir mayeini qəbul etmək deməkdir. İç, hər hansı bir əşyanın daxili, yəni qutunun içi mənasında da işlənir. İç sözü, ləpə sözünün sinonimi ilə işlənir. Məsələn, qoz içi yaxud qoz ləpəsi. Gördüyümüz kimi bu mənalar bir-birindən fərqli mənalardır. Bunlar anonim sözlər. Anonimlər yazılış və deyilişcə eyni olmalarına və müxtəlif mənalarda işlənmələrinə görə çoxmənalı sözlərə oxşuyur. Əsas fərq budur ki, çoxmənalı sözlərdə mənalar bir-biri ilə bağlı olur və əsas mənalar uzaqlaşmır. Anonimlərdə isə mənalar arasında heç bir yaxınlıq olmur. Ağız sözü çoxmənalı sözdür. Ağız dedikdə ilk növbədə bizim gözümüzün qarşısına insanın bir üzvü gəlir, danışıq üzvü gəlir. Bu, ağız sözünün ilkin əsas mənasıdır. Bundan başqa, sandığın ağzı, çantanın ağzı, baltanın ağzı, qazanın ağzı, itin ağzı, quyunun ağzı, qutunun ağzı və yaxud da qapının ağzı kimi də işlənə bilər. Bu mənalar bir-birinə yaxın mənalardır və əlavə məcazi mənalardır. Ona görə də ağız sözünü biz çoxmənalı söz kimi götürürük. Sözün anonim mənaları həm eyni nitq hissəsinə, həm də müxtəlif nitq hissələrinə aid ola bilər. Əqrəb sözü hər iki mənada isimdir. Saatda vaxtı bildirən əqrəb mənasında işləndikdə nə sualına cavab verir, zəhərli həşəratın adını bildirdikdə də nə sualına cavab verir, hər iki halda bu söz isimdir. Gül sözü isə bir mənada isim, digər mənada isə feildir. Gül bitkinin adını bildirdikdə nə sualına cavab verir, isim olur. Gül hərəkəti bildirdikdə isə gülür, nə edir sualına cavab verir və feil olur. Bir sıra sözlər həm anonimlik, həm də çoxmənalılıq keyfiyyətinə malik olur. Gəlin, qol sözünün hansı mənalarının anonimlik, hansılarının çoxmənalılıq təşkil etdiyini öyrənək. Qol, futbolda qapıdan topun keçməsi nəticəsində qazanılan xal mənasında işlənir. Qol, hər hansı bir sənədi imzalamaq, qol çəkmək mənasında işlənir. İnsanın bir üzvü olan qol. Bu mənalar bir-birindən tamamilə fərqli mənalardır. Ona görə də bu mənalar arasında anonimlik var. Ancaq insanın qolu və çayın qolu dedikdə bu mənalar bir-birinə yaxın mənalar olduğuna görə çoxmənalı söz kimi qol sözünü biz burada götürəcəyik. Bəs hansı sözləri anonim hesab etmək olmaz? Şəkilçi qəbul etməklə yazılışı və deyilişi eyniləşən sözləri anonim hesab etmək olmaz. Məsələn, acı dindirmə, topu tərpətmə. Acı danışan, şirin söz eşitməz. Bu iki atalar sözündə acı sözü yazılış və tələffüzünə görə eyniləşir. Lakin birinci cümlədəki acı sözü, ac sözünə təsirli hal şəkilsini artırmaqla ikinci cümlədəki acı sözü ilə tələffüzünə və yazılışına görə eyniləşmişdir.
biz bu sözü amonim hesab edə bilmərik. Vurğusu dəyişməklə mənası dəyişən sözlər də amonim hesab olunmur. Məsələn, sürüdən tez ayrıb 50 qoyun, dedi ki, bunları yol üstə qoyun. Birinci misrada qoyun sözündə vurğu sonuncu hecaya düşür və heyvanın adını bildirir. İkinci misrada qoyun sözündə vurğu birinci hecaya düşür və hərəkəti bildirir. Buna görə də biz bu sözü də amonim hesab edə bilmərik. Həm ümumi, həm də xüsusi ad kimi işlənən sözlər də amonim hesab olunur. Məsələn, Bənövşə uşaqların maraqlı hekayə oxudu. Bənövşə də baharın nəfəsini öz ətli ilə hamıya çatdırır. Birinci cümlədə Bənövşə qızın adını bildirir, ikinci cümlədəki Bənövşə sözü isə çiçəyin adını bildirir. Bu sözdə amonim hesab olunmur. Burada sadəcə olaraq çiçəyin adı şəxsə qoyulmuşdur.